və mənə çox ağır işgəncələr verirlər ki, məndən ifadə alsın və təbii ki, mən verməkdən imtina elədim. O qədər işgəncələr o qədər ağırdır ki, yəni mən huşumu itirməli oldum. Yəni 4-5 nəfər məni yerə yıxıb, çox ağır formada, yəni üstümə çıxıb, məni hətta qaba su qoymuşlar, başımı basırdılar suya, boğurdular, çıxardırdılar. Bax, çox ağır bir formada. Artıq hiss elədim ki, ürəyim partlayır və ölə bilərəm və hansı məqamdasa huşumu itirdim. Özdə su bilirsin hansı suda? Pol əskisini yumaq üçün su olur, islatmaq üçün. O vedrədə. O suyu qoymuşlar, başımı həmin pol əskisinin içindən çıxartdılar, mənim başımı onun içində salırlar. Yəni belə çox ağır işgəncələr və yerə yıxıb su üstündə çıxmış, sinəmin üstündə oturub boğurdular. Yəni ağır belə dəhşətli dərəcədə, mənim yerlərimi sıxmaqla, mənim şeydə ifadə eləmək istəyirəm, çox ağır bir formada. Özümdən getdim artıq. Özümdən gedəndən sonra ayılanda gördüm ki, yəni huşum təzə öz-özümə gələndə gördüm ki, vedrənin suyunu atıblar yüzümə, üstümə töküblər. Yəni elə bir vəziyyətdə təzədən ayılmağa başladım və bir iri cüssəli adam yaxınlaşdı mənə, əlində şpris, mən çəkinində yerdə uzanlı vəziyyətdəydim. Qolumu çəkində dedi ki, qorxma, mən həkiməm. Bilmədim, həkimdir, həkim deyil, ancaq ağ xalat falan heç nə yox idi. Başqa bir, yəni həkim adətən tək gəlmir də belə idi. Kənarda heç kim yox idi. Yəni həkim tipində bir kimsə yox idi. Əməliyyatçılar idi, mənə işgəncə verənlər idi. Yaxınlaşdı, qolumuz yuxarı, belə qolum açıq idi. İynə vurdu, 2 iynə vurdu. Balaca qabından çıxartdı, 2 iynə vurdu mənə. Və istəyirəm ki, beynim dumanlandı. Beynim dumanlandı və sonra mənə dedi ki, indi birazdan ağıllanarsan. Yəni, mən indi sonradan xatırlayıram ki, və qarşıma sonra bir kağız gətirdilər ki, bunu oxuyasın. Yenə imtina edəndə mənə təkrar işgəncə verdilər. Və artıq gördüm ki, yəni, elə bir biabırçı vəziyyətə gəldi, çıxdı ki, çağırdılar, çöldən 2 nəfər gəldi. Çox üzr istəyirəm bizim tamaşaçılarımızdan. Onlardan biri şalvarının qarşısını açdı, cinsiyyət orqanını göstərdi, əlində oynadı ki, bax, indi səni zorlayacaq, bunu videoya çəkib, internetə qoyacaq, ondan sonra getsin sənin cəhbətdaşların, sənin tərəfdarların səni müdafiə edəsin və nalayiq ifadələrdən. Və gördüm ki, yəni adamda çox biədəf bir vəziyyət yaranmışdı, dəhşətli bir vəziyyət yaranmışdı və işgəncəli bir tərəfdən elə bir vəziyyət çıxdı, həbsə verəcək, özün gedəsən həbsə, burada da həbsxanaya göndərəcək ki, bax, sən beləsən, televizyon İraqların kamerasında yataqsı olasından başqa nələr gələcək. Yəni, belənçi bir vəziyyətdə ya da bunu oxumalısan. Onu artıq mən ifadələri, Tural bəy, yadımda deyək ki, o kağızda nə yazılmışdı? İri bir hərfindən yazılmış bir mətn idi, çox qısa bir mətn idi. Və mən həmin videoda görünür ki, belə çox dağılğın bir vəziyyət. Hətta mən təsəvvür edeyim, mən özüm iradəmlə astroloq gəlib saçımı daradılar, görə məni bir vidə saldılar. Dodağım partlamışdı həmin vaxtda, çox pis vəziyyətlərdə. Ağzıma maskanı keçirdilər və mən başladım həmin ifadəni oxuyub ki, bu vəziyyətdən çıxım da. Oxudum, ondan sonra hatırlamıram. Yəni üstündən bir neçə gün keçdi, ancaq mən bildim ki, nəsər oxutdular. Yəni anlaqlıydınız bu ifadəni? Anlaqlı deyildim. Məsələ orasındakı anlaqlı deyildim də. Məsələ orasında o iynədən sonra təsiri altındaydınız. Bəs mən o işgəncəni ki gördüm, ağır işgəncəni və sonra da iynəni mənə vuranda deyək ki, indi ağırlanarsan. İndi normal danışarsan, hə. Sonra mən müstəntiqə dedim ki, bəs mənə belə başıma gətirilən bu oyuna mən məhkəmədə bunu qaldıracağım, mən o ifadədən imtina edirəm. Mən belə bir ifadə, belə ağır işgəncə, məni zorlama ilə təhdid edərlər. O da dedi, mən danışıb sənə xəbər edirəm. Üstündən bir neçə gün sonra gəldi ki, sən narahat olma, bu işdə yoxdur. Doğrudan da işdə o ifadələr yoxdur. Bizim Qarabağ məhbusları, hər kəs şahiddir, məhkəmədə vəkillər iştirak edib, hər kəsin qarşısında açıq məhkəmə keçirilib. O ifadələr, o videolar heç biri ortaya çıxmadı, o çəkiliş heç biri ortaya çıxmadı. Mənə müstəntiq dedi ki, sən çox özündən razısan, çox belə bərk gedənli yersən, ifadə belədir, çox bərk gedənli yersən, sənin yerində oturmaq mümkün deyil. İndi bir ki, səni istədikləri vaxt məhv edə bilərlər, bunu bilmək üçündür. Bəs ondan da sonra mən məhkəmədə də olsaydı, təbii ki, bunu danışacaqdıq, deyəcək, heç nə çıxmadı. Vəkiliniz var idi mi? Həmin vaxt vəkilim yox idi, dövlət tərəfindən təyin olunmuş vəkil idi. Və tamaşaçılarımıza xatırladım ki, mənim öldü xəbərim yayılmışdı o zaman və Amerika səfirliyi Bəhruz Bayramovla birlikdə gəlmişlər məni yolxmağa ki, bu nə dərəcədədir və mən vəkili də Amerika səfirliyinin birinci katibini də buraxmadılar mənim yanıma. Niyə buraxmadılar? Çünki mən elə bir dəhşətli vəziyyətdə idim ki, adam içinə çıxarılası vəziyyətdə deyildim və çox ağır vəziyyətdə idim. Və ondan sonra da bir müddət bunlar gözlədilər ki, bədənimdə işgəncələrin izləri keçsin. Yəni, bir sonra bunu ortaya çıxmasın ki, buna işgəncə verirlər. Nəhayət, vəkillə də görüş veriləndə Elnur Seyidovun yanında mən görüş verdilər. 1 dəqiqə çəkdi. Bəhruz Bayramovla Elnur Seyidov durdu yanımızda ki, mən bədənimi açıb göstərə bilməyim. O işgəncə izlərini göstərə bilməyim. Yəni, bu belənçə bir
proses oldu və həmin ifadəni də dediyim kimi mənə iynə vurub ağır işgəncə altında və zorlama təhdidi ilə ki, bunu videoya çəkib YouTube-a yerləşdirəcəyik, onsuz da bildiyimizi eləyirik.